İnsanın dili, adam dili. Dili adam dili başa düşmür. Adam dili nədir? Adam dili budur ki, keçən dəfələrdə demişəm, Allah deyək ki, mən bu işdən xoşum gəlir. Vəssalam, sənə kifayət eləyə. Yox, bunu eləməsən cəhənnəm var, əzab var, bu səni tərpədirsə, bu yaxşı hal deyil. Allah istəyir ki, deyək ki, mən bu işdən xoşum gəlir. Adamsansa, vəssalam, kifayət. İnsansansa, kifayət. İnsan bu ruhiyyədə olmalıdır. İnsanın əsas xüsusiyyəti bu olmalıdır. Bax, Şəban ayının, Rəcəb ayının fəziləti nədir? Niyə məsələn deyik, qiyamət günü, indi Rəcəb ayını bitirdik. Ömrümüzün bir Rəcəb ayı getdi, indi nə yazıldı namə əməlimizə Allah bilir. Kim nə apardı bu aydan, nə qazandı. Da bir də qayıtmayacaq ki, bu Rəcəb ayı. Bu Rəcəb ayı bitdi. İndi də Şəban ayının əvvəldir. Allah çağırır, demir ki, oruc vacibdir. Bir var Ramazan ayıdır, deyir ki, ya eyyuhəllezine amenu kutibə aleykumus-siyam. Oruc sizə vacib edildi. Yəni, tutmasa əzabı var, cəzası var. Vacibi tərk eləmək, günahdır, günahın da cəzası var. Ramazan ayında oruç tutmaq hünər deyil. Çünki vacibdir. Vacibdir. Amma qiyamətdə deyir, eynər rəcəbiyyun çağıracaqlar. Hanı Rəcəb ayının əhli? Niyə görə ayrıca Rəcəb ayının əhlini çağırırlar? Çünki şövqlə ibadət eləmişdilər bu ayı. Bu ayda əzab qorxusu olmadan